Hər vaxtınız xeyir olsun dəyərli Kanal 14 izləyiciləri. Xoş gördük sizləri. Mən Kamal Əsgərov. Bugün də doğma yurdum Cəbrayıl rayonunun Horovlu kəndində təbiət qoynundan salamlayıram sizləri. Bəli, dəyərli tamaşaçılarımız, bugünkü çəkilişimizin məqsədi kənd sakinlərinin iş fəaliyyəti və yaşayış durumu ilə olacaq. Kanal 14 komandası olaraq kənddə kənd sakinləri ilə həmsöhbət olmağa gedirik. Salam qardaş. Olar sizinlə bir söhbət eləyək. Zəhmət olmasa gəl. Hoş gördük. Necəsiniz? Sağ olun. İşlər necədir? Şükür. Deyəsən məşğulsunuz. Bəli. Əkinlə, biçinlə məşğulsunuz. Bəli, bəli. Olar sizdən kiçik bir müsahibə götürək. Bəli, olar. Buyurun. Zəhmət olmasa gəlin kölgədə bir çəkiliş götürək. Siz burada durun, zəhmət olmasa. Siz biraz zəhmət olmasa operator qardaşımız. Zəhmət olmasa özünüzü təqdim edərdiniz. Əsgərov Elnur Yaşaroğlu, Cəbrayıl Horovlu kənd sakiniyəm. Elnur bəy, mən baxıram ki, zəhmətkeş insansınız. Bayaq suvarımı ilə, alaq otlarını təmizləməklə məşğulsunuz. Əsasən burada nə işlə məşğulsunuz? Həyətyanı sahənizdə əkin, biçin, heyvandarlıq nəyiniz var, nə ilə məşğulsunuz? Burada Cəbrayıl Horovlu kəndində əsasən kənd təsərrüfatı sahəsində işlər görülür. Bizim özümüzdə də maldarlıq, qoyunçuluq təsərrüfatı yoxdur hal-hazırda. Amma belə xiyar, pomidor, soğan, daha sonra belə ağacları əkməkdir, becərməkdir. Yəni bunlarla məşğuluq. Baxıram ki, toyuq cücə də var. Bəli, toyuq, cücə, hinduşka. Həyatda o şərait varmı, o imkan varmı? Yəni elə bir icazə verilibmi ki, toyuq cücə saxlamaq üçün yer? Bəli, bəli. Həmin belə deyək də əldamlı göründüyü kimi əldamının yanında da həmin o layihə uyğun olaraq toyuq üçün hin, yəni hin tikməyə icazə var. Yəni orada da quşlarda saxlamaqda icazə verilir. Ördək, qaz, toyuq və s. digərlərdə. Elnur bəy, gəncləri bu kənddə görmək məni qürurlandırır. Siz də bir gənc olaraq bu kənddə özünüzü necə hiss edirsiniz? Çox gözəl. Demək olar ki, 30 il işğal altında olan torpaqlarımıza yəni geri qayıtmışıq. Özümüz də demək olar ki, bu kənddə doğulmasaq belə, yəni valideynlərimiz, ata-babalarımız yəni bu torpaqda doğulub, boya başa çatıb. Yəni bizə də xoş təəssürat yaratdı ki, özümüz 30 ildən sonra öz vətənimizə, Horovlu kəndinə gəlib köçmüşük. Burada işləyirik, öz vətənimizdə yaşayırıq, ailəmizlə bir yerdəyik. Yəni tövsiyəm bu olardı ki, həmin digər gənclər də ki, bura gələrdilər, öz vətənlərində yaşayardılar. Yəni həyatlarını burada sürdürərdilər. Ali təhsillisiniz? Bəli. Hər hansı bir işlə məşğulsunuz? Bəli, bəli. Cəbrayıl Suvarma Sistemləri İstismarı İdarəsində işləyirəm, mühəndis vəzifəsində. Maşallah olsun. Elnur bəy, heyvan təsərrüfatı ilə ailədə məşğul olmaq istəyən varmı? Yəni olubmu ümumiyyətcə? Burada elə bir bu kənddə elə bir şərait yaradılması falan bu haqda məlumatınız varmı? Bəli, mənim babam da özü çoban olub. Elə kənd dövründən demək kameraya baxardınız da üzrə. Mənim babam da özü çoban olub. Demək olar ki, işğal olan müddətə qədər həmin bu kənddə qoyun saxlayıb, Xəlfə Dərəsi deyilən ərazidə orada fermaları olub. Orada həmin qoyun sahəsi ilə təsərrüfat sahəsində məşğul olublar. İndiki dövrdə də hal-hazırda da belə deyək də o müəyyən bir ərazi bölgələrə uyğun olaraq orada qoyunla məşğul olmağa, təsərrüfatla məşğul olmağa icazə var. Varmı? Bəli, bəli, var. Orada bax o ərazilərdə biz fermerlərlə söhbət aparmışıq. Düzdür, bu sualı onlara da ünvanlamışdıq. Siz də bir gənc olaraq maşallah olsun, mən baxıram, həm də burada mühəndis vəzifəsində çalışırsınız. İddia olunur ki, buralarda torpaqları, bax o cür əraziləri pulla satırlar. Buna münasibətiniz necədir? Yox, bunu demək olar ki, o torpaq sahəsinin paylanmasının verilməsi bir layihə çərçivəsində, yəni o özündə əks etdirilib, həm də ki, Kənd Təsərrüfatı Nazirliyinin onların həmin islahat nəticəsində fermer sahibkarlarına torpaq sahəsi paylanılacaq və bununla da birlikdə onlar da istədiyi şəkildə həm qoyun saxlamaqlarına icazə veriləcək, həm də o kənd təsərrüfatı sahəsində işləmələrində fəaliyyətlərinə mümkün olacaq. Yəni satılması yanlış bir məlumat. Bəli, bəli.
Yəni dövlət proqram çərçivəsində, yəni varsa, fəaliyyətlərini elə şəkildə davam etdirəcəklər. Təşəkkür edirəm Elnur bəy. Son sualı vermək istəyirəm. Siz rəhbər şəxslərlə görüşmək istədiyiniz zaman bu görüş sizin üçün asan başa gəlir, yoxsa mümkün olmur rəhbər şəxslərlə görüşmək? Deməli, burada prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi var. Onlarda demək olar ki, hər həftə ərzində görüş keçirilir. Bundan da əlavə Dövlət Məşğulluq Agentliyinin əməkdaşları da hər həftə ərzində kəndə vətəndaş qəbulu ilə bağlı müraciət edirlər və belə deyək, həmin o prezidentin xüsusi nümayəndəliyi özü də məlumat kənd qrupunda məlumat verir ki, deyək məsələn 2 gün sonra, 3 gün sonra vətəndaş qəbulu keçirəcək və zəhmət olmasa yaxınlaşın. Və orada da həmin kənd sakinləri ora müraciət edə bilərlər. İşlə bağlı, torpaq sahəsi ilə bağlı və digər xidmətlərlə bağlı. Bəli, demək olar ki, həm prezidentin xüsusi nümayəndəliyi, həm də Dövlət Məşğulluq Agentliyinin əməkdaşları burada vətəndaş qəbulu keçirirlər. Demək olar ki, hər həftə. Hər həftə keçirilir. Yəni mən belə başa düşdüm ki, kəndin ümumi bir WhatsApp qrupu var. Bəli, kəndin, burada görüşə gəlmək, insanlarla danışmaq Prezidentin xüsusi nümayəndənin əməkdaşı tərəfindən Horovlu kənd qrupu mövcuddur. Orada nümayəndəlikdən əməkdaşlar belə deyək də, həm Dövlət Məşğulluq Agentliyinin, həm də prezidentin xüsusi nümayəndəliyin nə vaxt görüş olacağı haqqında qabaqcadan ətraflı məlumat verirlər və oraya yaxınlaşmalarını vətəndaşlardan xahiş edirlər. İşlər necə? İşlər təklif olunurmu məsələn kənd sakinlərinə? Bəli, işlər təklif olunur. Demək olar ki, hal-hazırda Horovluda belə deyək də iş o qədər çox olmasa belə, amma Cəbrayıl rayonu Şürbəli, Soltanlı kəndlərində daha çox işlər mövcuddur. Həm də Zəngilan rayonu, Qubadlı rayonu əsasən o ərazilərdə işlər daha çoxdur və onlara təklif edirlər ki, yəni bu mövcud vakansiyalara mövcud vakansiyalar mövcuddur və siz də ora gedib yaxınlaşıb işlə təmin oluna bilərsiniz. Belə baxanda məsafə elə də uzaq məsafə deyil, yəni bu qeyd etdiyiniz. Bəli, elə də yox, uzaq məsafə deyil. Həm də bəzi belə deyək də, həmin o iş sahibkarları və yaxud da şirkətlər deyək, onların özünün belə deyək də nəqliyyat vasitələri sahəsində özləri aparırlar, özləri də işçiləri gətirirlər. Yəni o şəraitdə yaradılır. Bəli, onda mən belə başa düşdüm ki, kənddə iş çox olmasa da, amma kəndçilər adətən təsərrüfatla, əkinlə, biçinlə məşğul olur. Bugün də sizin dediyinizə görə bu şərait yaradılıb rəhbərlik tərəfindən. Həyətyanı sahələrdə əkin biçin də mümkündür. Toyuq saxlamaq üçün yerin tikilməsinə də icazə verilib. Eyni zamanda heyvandarlıqla məşğul olmaq üçün də xüsusi ərazi ayrılıb ki, xəlfə dərəsi deyilən ərazi və orada da tam pulsuz şəkildə ərazilər bölünür, verilir və kənd sakinləri də orada heyvan saxlaya bilirlər. Belədirmi? Bəli. Mən təşəkkür edirəm, çox gözəl fikirlər bildirdiniz. Sizinlə bir daha qeyd edirəm ki, qürur duyuram ki, gənclərin kənddə olması, kəndə meyilli olması, adətən gənclər şəhərə meyillidirlər. Amma bugün siz bir gənc olaraq həm bu kənddəsiniz, kənd sakinisiniz, eyni zamanda da burada çalışırsınız. Minnətdaram mən sizə. Çox sağ olun. Sağ olun. Kardeş, hoş gördük. Allah bereket versin. Var olun. Ne dersiniz? Var olasınız. Zahmet olmasa sizi təqdim edərdik. Yusuf Natik etibar olun. Cəbrayıl rayonu Horovlu kəndindən. Natik Bey, maşallah olsun. Görürəm ki, iri boynuzlu heyvan saxlayırsınız, toyuqçuluqla məşğulsunuz. Yəni bu cür təsərrüfatdır, yoxsa xırda boynuzlu da var? Bəli, xırda boynuzumuz da var. Qazlarımız var, toyuğumuz var, cüyəmiz var. Hər bir şeylə məşğuluq. Hal-hazırda. Maşallah olsun. Allah bərəkət versin. Neçə müddətdir kəndə köçmüşsünüz? 8-9 ay olar kəndə köçmüşük. 8-9 aydır artıq bu təsərrüfatı qurmuşsunuz. Bəli. Elə mən bura gələndə, kəndə köçəndə təsərrüfatla bir yerdə gəlmişəm. Bilmək olarmı ki, nə qədər təsərrüfatınız var? Olar, bir 300-400 başa yaxın xırda boynuzum var. Maşallah. 4 dənə malım var, atım var. Nə bilim, nə deyim, hər şey var. Bu maraq onda sizdə əvvəldən var. Bəli, əvvəldən var. Keçmişdən qalmışdı, indi davam edirik. Maşallah olsun. Tək burada siz məşğulsunuz, yoxsa sizinlə bərabər çalışanlar var? Yox, bir neçə nəfər çalışırıq. 5 nəfərə yaxın adamlarla çalışırıq.
İşçilərimiz var. İşçilər də burada işləyir, maaş alır. Əmək alırlar. Maşallah olsun. Natiq bəy, mən baxıram ki, burada tək siz deyilsiniz də fermer təsərrüfatı ilə məşğul olan bir çox şəxslər var. Bəli. Kənd sakini olaraq burada məlumat verə bilərsinizmi ki, qoy ictimaiyyət də bilsin ki, niyə görə məhz burada belə bir şərait yaradılıb? Kənddə niyə saxlamaq olmur? Bunlar barəsində bir zəhmət olmasa. Vallahi burada bizə gözəl şərait qurublar. Allah cənab prezidentin canını sağ eləsin. Çox böyük şərait yaradıblar, gözəl şəraitlər yaradıblar. Kənd sakinləri. Kənd sakinləri üçün, bəli. Ağzından çıxan hər bir kəlməni həmən yerinə yetirirlər. Cənab prezidentin səlahiyyət nümayəndəsi var, Vahid müəllim. Bir neçə dəfə özü şəxsən bu fermiyə gəlib, özü maraqlanıb. Fermanın tikilişi ilə, heyvanların sağlam olmağı ilə, hər bir şeylə özü maraqlanıb. Bir neçə dəfə gəlir. İndi hal-hazırda da gəlməlidir. Gözləyirik ki, aldığımız məlumata görə şəxsən Vahid müəllim özü yenə də gəlib təsərrüfat saxlayanlardan yenə də maraqlanacaq. Yəni bu ərazidə. Bəli, özü tez-tez gəlir, hamı ilə də bir-bir maraqlanır. Və iddia olunur ki, güya bu ərazilər pulla satılır. Buna necə deyirsən? Qətiyyən, elə şey ola bilməz. Heç vaxt elə şey ola bilməz. Kim cənab prezidentin səlahiyyət nümayəndəsinə müraciət eləyibsə, o dəqiqədə dərhalda o haqda tədbir görülür. O haqda da həmən fermer olsun, toyuq saxlayan olsun, nəysə kənd sakini olsun, hansı bir yerdən nümayəndəliyə müraciət edirsə, həmən dəqiqə o haqda tədbir görürlər. Natiq bəy, burada yerlər necə müəyyən olunur? Heyvanların sayına görədir, yoxsa elə necə gəldi? Bəli, heyvanların sayına gələr. Necə gəldi, heç bir şey ola bilməz. Hər şey nəzarətdədir, nəzarət altındadır. Burada heyvanın sayına görə, kvadratına görə, neçə xırda baş boynu heyvanın varsa, iri boynuzlu malın varsa, onun əsasında kvadrata çıxardıb yerin verirlər. Burada öz başınalı ola bilməz. Əvvəllər təbii ki, bu kənddə hər kəs heyvanı öz həyətində saxlayardı. Amma bugün həqiqətən də bu kənd doğrudan da baxırsan ki, müasir bir kənddir. Yəni müasir tipdə tikilib, şərait çox gözəldir, yüksək səviyyədədir. Bura şəhər demək olar. Mən belə görünüşündən baxıram. İndi orada heyvanın saxlamağı doğrudan da yəni düzgün hal deyil. Siz buna bir kənd sakini olaraq necə münasibət bildirirsiniz ki, yəni bəzi şəxslər deyir ki, kənddə olsaydı daha yaxşı olardı. Amma bəzi şəxslər var ki, deyir yox, kəndin imicinin korlanmasını biz də istəməzdik. Elə orada belə qurulması daha yaxşıdır. Yəni belə razılıq edənlər də var, narazılıq edənlər də var. Siz necə düşünürsünüz? Birinci növbədə Allah şəhidlərimizə rəhmət eləsin. Bu kəndi, bu torpağı, qanı canı bahasına aldı bizə verdi. Qazilərimizə Allah can sağlığı versin. Amin. Cənab prezidentimizə Allah kömək olsun. Amin. Vallahi elə bir gözəl qəsəbə salınıb ki, adam qıymaz ki o qəsəbədə, o kətdə heyvan saxlayır. Yəni o mümkünsüz bir şeydir. Evet. Adam özü şəxsən o kətdə mənə yer versələr ki, burada tövlətik, burada mal qara saxla, mən saxlamaram şəxsən. O gözəllikdə kəndin imicini pozmaq olmaz. Şükür Allah'ın, bəli, şükür Allah'ın böyüklüyünə. Ərazi böyük, hər şey var, ərazi verirlər, gəl tikmək lazımdır. O gözəllikdə kəndin imicini pozmaq mən elə biləm olmaz. Natiq bəy, burada mən baxanda gördüm ki, hər kəsin hamı tikməyib, düzdür, amma bəzi şəxslərin həyətində gördüm ki, təqribən 9 metr yarım belə uzunluğunda tikinti aparırlar. Öyrəndim, dedilər ki, toyuqla, yəni toyuqçuca ilə məşğul olanlar üçün ona da icazə veriblər. Bəli, veriblər. Hamıya da icazə veriblər ki, standartdan qırağa çıxmasınlar. 9 metr, 4 metrində toyuq-cücə saxlamaq üçün həyət yanı torpağında toyuq-cücə saxlamaq üçün yer ayırıblar. Hamıya icazə veriblər. Evləriniz, yəni həyət yanı eviniz nə qədərdir? Neçə? 12? 12 sot torpaqdır, çox gözəl, şəraiti gözəl, suyu var. Bu dəqiqə bostan düzəltmiş həyətimizdə. Ay maşallah. Hər bir şəraiti var. Yəni bir sözlə işləyən adam üçün bu kənddə hər cür şərait yaradılır. Bəli, işləyən adam üçün bu kənddə hər bir şərait var. Onda o danışanlara fikriniz necədir ki, iddia edirlər, yəni burada şərait yoxdur, imkan yoxdur, yaşamaq olmur, biz buradan gedəcəyik, köçəcəyik. Belə şəxslər var. Onlara münasibətiniz necə? Vallahi onlar yəqin ki acizdir də. Aciz olduğu insan aciz olanda çox şey əl atırlar. Böhtanlar, şərlər deyirlər. Amma bugünkü gündə mən görmürəm nəysə kimsə gileylənər, kimsə başqa söhbətlər. Aciz insanlar yəqin gileylənər. Yəni bu gözəl şəraitdə sağ olsun prezidentimiz. Belə bir şəraitdə heç kim yəqin ki gileylənməz.
Horovlu kəndində hər şey yüksək səviyyədə. Çox, hər bir qəsəbələri görmüşük. Tikilən bəzi rayonlarda da qəsəbələri görmüşük, salınan kəndlərdə görmüşük. Mən deyirəm yeganə bir kənddir ki, yeganə bir qəsəbədir ki, o da Horovlu kəndidir. Maşallah olsun Natiq bəy. Mən sizin danışığınızdan özümdə fərəhləndim. Mən də heyvan təsərrüfatı ilə məşğul olmaq qərarına gəldim. İnşallah ki, qismət olsun biz də bu. Allah qazancınıza bərəkət versin, təsərrüfatınıza bərəkət versin. Sağ olun, təşəkkür edirik ki, bu cür fikirlər bildirdiniz. Şişmanlığınıza görə, bizlə bir salam əleykum ediyinizə görə sizə çox təşəkkür ederim. Borcumuzdur. Minnətdarım. minnətdarım. Təşəkkür. Sağ ol. Salam, xoş gördük. Qardaş, olar mı gələk orada sizinlə söhbət edelim? Gelmişsiniz, buyurun. Hoş gelmişsiniz. Xoş gördük. Yorulmayasınız. Sağ olun, çok sağ olun. Çok sağ olun. Necəsiz? Sağ olun, minnettarım. Sağ olun. Zəhmət olmasa özünüzü təqdim edərdiniz. Verdiyev Nəzər Qabiloğlu, 2-ci qrup qadı Cəbrayılın Horol kəndində. Nəzər bəy, Allah avand eləsin evinizi. Baxıram ki, əkinlə, biçinlə məşğulsunuz. Necədir? Necə burada məşğul olursunuz? Əkinlə məşğul olursunuz, yoxsa heyvandarlıqla, toyuqçuluqla nə məşğuliyyətiniz var? Vallahi hər bir şərait yaradılıb. Yəni əkinçilik deyəndə adam var ki, elə gedir evdə yatır deyir, mənim pul gəlmədi. Gələk kəsəm deyib daha bax gözü qabanır baba. Bax hamısını əkmişik. Bax deyir götürün lobiyası, xiyarı, pomidoru, hamısını görsən. Olmasa oraları Bax götürün. görsən deyir bax Maşallah olsun. lobiyası, xiyarı, pomidoru bax görsən hamısı belə tətər var. Aşağıda da toyuq cəmiz. Toyuqçuluqla da məşğulsunuz. Yəni zəhmət olmasa bir baxa bilərikmi ki? Niyə baxmırıq? Özümüz üçün saxlayırıq. Ay maşallah olsun. Allah bərəkət versin. Zəhmət olmasa oranı da götürün. Oranı da götürün görün. Nəzər bəy maşallah olsun. Dövlətimizə biz bağlı adamıq. Dövlətimizin cənab prezidentimiz Allah canı sağ eləsin. Şəhidlər Allah rəhmət eləsin. Qazilərimizin canı sağ eləsin. Bizə bu şəraiti yaradıblar. Qardaş bundan artıq nə gözəl şərait. Heyvandarlıqla məşğul olurlar. Deyə bax Xalq Federasiyası eləyir. Buradan gör ki bax görsən. Kim istəyir orada tikiblər yaradıblar. Deyilə gedin heyvanınızı saxlayın. Hər bir şərait yaradıblar. Lazımdır ki bir dənə insanın özünü nasıl dikin, hərəkət elə nəsə dolana. Şərait yaradır. Deyirsiniz yəni burada hər şey qaydasında. Vallahi nümayəndəliyə gedirsən, Allah Vahid Hacıyevin canı sağ eləsin, nümayəndəliyin, hamısının canı sağ olsun. Biri var ya Quvvatdan adı yadımdan çıxdı. Bəhlul müəllim. Bəhrul müəllim. Ha vaxt gedirsən hamısı canla başladım da qarşı nə də lazımsa şərait yaradırlar. Nə çatışmayanda varsa aradan qaldırırlar. Nəzər bəy, burada bax indi baxıram maşallah olsun, Allah bərəkət versin. Toyuqlar, qazlar, ördəklər saxlayırsınız. Burada icazə veriblər də, yəni toyuqçu. İcazə verirlər ki, valla 6 şey nədir, 12 metr uzunluğuna tövlərə tikmə bir əldam tikib veriblər. Dünən biz yox, biz burada maraqlandıq, dedilər 9 metr yarımın 4 metr yarıma belə bir tikintiyə icazə. Sonra 9 metr deyirlər, 9 metr uzunluğunda, 4 metr deyil enində. Kim nə şərait istəyirsə tiksin, daşlan deyir, amma standartlara cavab versin. Tiksin saxlasın, qardaş, bilib daha bax. Heyvanları biz bir neçə fermerlərlə söhbət apardıq. Bəli, onlar da böyük təsərrüfatla məşğuldurlar. Siz necə düşünürsünüz? Yəni burada kənd sakinləri heyvanla məşğul olanlara şərait yaradılırmı? Hər bir şərait yaradılır. Bax dedim də bax burada Xalq Federasiyasında tikib dövlət tərəfindən qısa verilir. Ged özünü tik nə lazımdır şərait yaradır. İşığını çəkir, suyunu verir. Dövlət də buna nə etməlidir ki? Lazımı gələn ipoteka kreditlərində maliyyələşdirir. Hansı ki biznes kreditində, yəni ki bu heyvanları ayrı büdcə götürüb özü inkişaf elətdirmək üçün şərait yaradır. Bəzi şəxslər iddia edir ki, güya o torpaq sahələrini veriləndə, məsələn, bax burada elə olanda tikintidir və yaxud da heyvandarlıq üçün ayrılan əraziləri pulla satırlar. Siz necə düşünürsünüz? Mən bir şey deyim ki, deyir o insanın deyir gələk özün biraz da kəsə, şuur kəsə. Bax heyvanlara görə mən müraciət eləmişəm. Mənə də böyünsəri yer hazırdır verəcəklər. Hazır daha doğrusu sənədləşmə gedir. Yəni mən bu söhbəti görməmişəm. Bilirsən insan bir insanı qaralamaq üçün mən Vahid Hacıyev cənablarına doğrudan şəxsən mən onu Bakıda bizi qəbul edir prezident aparatında. Buradan ev almamışdan qabaq. Mən onun şəxsi hörmətim var. Burada da Bəhrul müəllim, o birlərin adı yadıma çıxır. Yəni deyərəm biraz şeyliyə. Ha vaxt getmiş şansı bizi elə qəbul edib, nə də problemimiz olur, yerində momentan həll ediblər. Allah prezidentimiz canı sağ olsun, belə də nümayəndəlik qoyublar, təyin ediblər. Yəni siz deyirsiniz ki, o iddialar boş şeydir, yalandır. Burada da hər nə istəyirsiniz şərait yaradılır da rəhbərlik tərəfindən. Vallahi hər bir şərait yaradır. Ya şərait odur ki, tikib də orada firma deyir, get yığ içinə heyvanı get al saxla da. Pürüz kredit ayırıb. Get kredit götür heyvana saxla. Bunu sən eləyərməyən sonra dövlətdən nə istəyirsən? Təbii ki. Yəni
Yəni bizim Həyatyanı sahənizdə əkin əkə bilirsiniz. bizim ola bilər ki, hansısa rayonun nümayəndəliyini bilmirəm. Bax bizim Zəngilan, Qubadlı, Cəbrayıl nümayəndəliyi, Vahid Hacıyev cənabları, onun köməkçiləri. Mən görməmişəm burada nəsə bir pul söhbət ola. Halal olsun, ona biz borcluyuq ömrü boyu hamısına. Cənab prezidentimiz Allah canı sağ eləsin. Təşəkkür Allah edirəm Nəzər. Şəhidlərimizə də rəhmət eləsin ki, bizə bu günü yaratdı şərəf. Amin, amin. Təbii ki, onların qanı bahasına bu torpaqlar alındı. Bugün də burada şad xürrəm yaşayırıq. Bəli. Mən təşəkkür edirəm Nəzər Çox bəy. sağ olun, Allah minnətdaram. qazancınıza bərəkət Sağ versin, olun, toyuqlarınıza, təsərrüfatınıza bərəkət Çox sağ olun. versin. Mən də Minnətdaram. minnətdaram ki, belə çəkib doğrudan da dövlətimizə aid olan bax belə gözəl şeyləri işıqlandırsa onun özü böyük şeydir. Sizə minnətdaram. Minnətdarım, təşəkkür edirəm. Borcunuz Çox sağ ol. Bəy, xoş gördük sizi. Çox sağ olun, xoş gəlmisiniz. Zəhmət olmasa təqdim edərdiniz özünüzü. Mən Yusuf Əhliman Etibaroğlu, Horoğlu kənd sakini. Əhliman bəy, baxıram ki, işlə məşğulsunuz. Burada da dayandığınız yerdə böyük bir yəni heyvan saxlamaq üçün yer tövlə deyilir bura. Tövləniz var. Bu sizə məxsusdur. Bəli, mənə məxsusdur. Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimizə can sağlığı versin. Allah Taala prezidentimizin canını sağ eləsin, xanımının canını sağ eləsin. İstəyirik, icazə veriblər bizə qulluq eləyirlər. Neçə aydır köçmüsünüz kəndə? Kəndə köçmüşük da, nə vaxt ki, o vaxt alınıb kəndimiz tikilib hazır olub. Yəni verilən gündən Bəli. köç başlayandan siz köçmüsünüz. Bəli, birinci köçdü, Horoğlu kəndinə gəlmişəm. Horoğlu kənd sakiniyəm. Horoğluda anadan olmuşam. Horoğluda 26 yaşımdan çıxmışam. İndi prezidentimizin Allah canını sağ eləsin. İndi gəlmişik öz kəndimizə, öz işlərimizlə məşğul oluruq. Heyvandarlıqla məşğulsunuz. Bəli. Xırda buynuzludur, iri buynuzlu. Xırda buynuzlu heyvanlarımız var. Xırda buynuzlu heyvanlarımız üçün tikilmişik, hazır eləmişik. Artıq fəaliyyətiniz varmı, yoxsa yeni başlamısınız? Yeni başlamışıq. Allah canı sağ olsun Vahid müəllimin bizə köməklik, yer, yurt ayırıb. Qabaq işləyənlər gedirdik, heç bir görüş, nə bilim, gəlmək, getmək, tanış olmaq olmurdu. İndi Allah canı sağ olsun Vahid müəllimin hər dəqiqə qayğımıza qalır, hər dəqiqə gəlir, maraqlanır. Özü gedirik yanına, nəyisə çatmayanda, nəyisə olmayanda o bizə köməklik eləyir. İndiki rəhbərimiz... Yəni qəbullara gedib düşmək sizin üçün asandır, yoxsa? Bəli. Özləri də maraqlanır, qəbullarına gedilər, bizi rahatçılıqla qəbul edirlər. Çox gözəl, çox Allah onlardan razı olsun. Bu əraziyə baxıram, tək sizin tövləniz deyil, burada bir neçə tövlələri görürük, fermerlər buradadır. Kənd sakinləri üçün burada ayrılıb da yer ki, yəni heyvanlarını Bəli. burada saxlasın. Kənd sakinləri üçün burada yer ayrılıb, rahatçılıqla. Hamısı öz işləri ilə məşğuldur. Saxlayanlar var, saxlayırlar. Hazır vəziyyətdə bu dəqiqə saxlayırlar. Mən çatdırmamışam. İndi çatdırıb mən də heyvanımı alıb yığacam. Ərazilər var ki, baxırıq ki, daş tökülüb, hələ onlar tikməyiblər tövlə. Onlar da mənim kimi gecikiblər, yavaş-yavaş başlayırlar, hamısı yavaş-yavaş tikirlər öz işləri ilə. Vahid müəllim hamısına şərait yaradıb, hamısına diqqət ayırıb, o işlərin hamısı görürlər. Çox gözəl. Əlman bəy, son sualı vermək istəyirəm sizə. İddia olunur ki, bəzi şəxslər, yəni sosial medialarda biz qarşılaşırıq ki, bəzi şəxslər iddia eləyir ki, bu cür əraziləri, yəni heyvandarlıqla məşğul olmaq üçün əraziləri pulla satırlar. Sizin buna münasibətiniz necədir? Xeyr, mən bir köfdə, mənə hələ köməklik eləyiblər. Mən pul istəməyiblər, mənə köməklik eləyiblər. Onlar köməklik eləyib, yerin yurduna traktor göndəriblər, texnika göndəriblər, köməklik eləyiblər. Getmişəm, nə istəmişəm onu veriblər mənə ki, get, tik, düzəlt, yarat, heyvanları da saxla. Nə də istəyirsən köməklik eləyəcək sizə. Dövlət tərəfindən köməklik olunacaq. Yəni bu iddia bir mənalı deyirsiniz ki, yalandır. Onları öyrədirlər, başlayırlar axmaq, işləri yox, gücləri yox. Bekar adamlar, bekarçılıq da odur. Götürürlər bekarçılıqdan, işi yox, gücü yox. Bekarçılıqdan başlayırlar onlar belə şeylər eləməyə, iddia eləməyə. Gəlsin, yer verirlər, hamıya yer verirlər. Burada hamı üçün yer ayrılırlar. Kim gəlir, hamısı çökülüb gəlirlər, yerini ayrılırlar, qolçukasını vururlar, tikintisinə köməklik eləyirlər, nə lazım verirlər. O bekarçılıqdan oturub bilmir neynəsin.
Ona görə də artıq başlayırlar TikTok, nə bilim, nə axmaq adamlardır onlar. Bunlar axmaq adamlardır ki, gəlib o əylər sözlədir. Vahid müəllim Allah balasını sağ olasın, canını sağ eləsin. Vahid müəllim hamı üçün qayğı, hamı üçün, bir mənim üçün yox qardaş, hamı üçün qayğı ilə. Yəni burada fəaliyyət göstərən bütün fəaliyyət göstərənlər üçün hamısına Vahid müəllim özü gəlir. Özü gəlir, baxır, kim sizi incidir, kim sizə nəsə deyir, kim nəsə, onun hamısı ilə maraqlanır Vahid müəllim. Nə gözəl, nə gözəl. Mən təşəkkür edirəm bir fermerdən bu cür xoş fikirlər öyrənmək, bilmək. Prezidentimizin canını sağ eləsin, xanımımızın canını sağ eləsin, ömrünün hamısını uzun eləsin. Kənddə inzibati binada əyləşən səlahiyyətli şəxslərlə necə təmaslarınız asan olur? Yəni onlarla söhbət etmək, onlara hər hansı bir fikrinizi çatdırmaq asandır yoxsa çətindir onların qəbuluna düşmək? Yox, onların qəbuluna düşmək çox asandır. Heç bizi görürük ki, gəlirik kameradan baxırlar, özləri çıxırlar qarşımıza. Özləri dururlar, otaqlarından çıxıb gəlib bizi qarşılayırlar, nə lazımdır köməklik eləyirlər. Yəni belə başa düşdük ki, rəhbərlik şəxslərdən sizə diqqət, qayğı yüksək səviyyədədir. Bəli. Biz onlardan Allah razı olsun, hamısından. Hamısından Allah razı olsun. Çox diqqət göstərirlər. Təsərrüfat, kənd təsərrüfatına icazə verirlər, köməklik eləyirlər, artırın. Eləyin, bunu prezidentimiz də deyir. Deyir, kənd təsərrüfatına köməklik eləyin, artırın. Bunlardan razıyıq qardaş, biz razıyıq. Aydındır Əlma bəy, təşəkkür edirəm, çox sağ olun. Allah sizdən də razı olsun. Allah qüvvət versin sizə, yorulmayasınız. Sağ olun, Sağ olun. Allah razı olsun. Allah razı olsun. Sağ ol. Salam qardaş. Salam, hoş geldin. Olar gələk sizlə söhbət eləyək. Hoş gördük. Hoş geldik. Necəsiz? Allah işinizi avan eləsin. Zəhmət olmasa bir özünüzü təqdim edərdiniz. Verdiyev Nazim Qabiloğlu, Cəbrayıl rayon Horoğlu kəndi. Nazım bəy, baxıram ki, zəhmətkeş insansınız, əkinlə məşğulsunuz. Deyəsən buraları gül çiçək eləyirsiniz. Hələ ki təzə köçmüsünüz deyəsən. Allah şəhidlərimizə rəhmət eləsin. Qazi veteranlarımıza can sağlığı versin. Dövlətimizi, millətimizi, ordumuzu qorusun. Allah Ali Başkomandanımızı qorusun. Amin. Ali Başkomandanın dəmir yumruğu sahəsində torpaqlarımız şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına, veteranlarımızın canı bahasına bu torpaqlar azad olundu. Evet. Şükür Allah'ın böyüklüyünə ki bugün Horoğlu kəndindəyik. Yeni evimiz, yeni eşiyimiz. Özüm də kəsilin döyüşçü qazi veteranıyam. Fəxr edirəm ki bugün kəndimdəyəm. İndi təzə binadır, daha təzə düzəlmiş ev eşik. İndi yavaş-yavaş məşğul oluq. Yox, gördüyümə görə siz deyəsən son mərhələlərdə köçənlərdən. Axırıncı mərhələdə gələn adam olmuşam, köşklərdən olmuşam. Buyur, bu da bizim həyətimiz, bacamız, bir də baxada bilərsiniz. Toyuqçucu hələ ki gözümə dəymir. Deyəsən hələ məşğul olmuşsunuz. Təzəsiniz deyə onu, amma ağaclar maşallah olsun. Görürəm ki, ağaclar əhmisiniz, gül çiçək var, amma həyətdə hələ ki toyuqçucu yoxdur. İndi fikriniz var da yəqin ki sonra saxlamaq. Sağ olsun. Bunu tikən şirkətlərə də mən minnətdaram, dövlət başçımıza da minnətdaram ki, bu cür şərait yaradıb. Təzədir də birbaşa deyir, nəysə birbaşa olmur. Tədricən yavaş-yavaş hər şey olacaq. Təbii. İnşallah toyuğumuz cəmizdə olacaq, malımız, qoyunumuz da olar yəqin, amma bu cür gözəl tikiblər, bu cür gözəl yaradıblar. Bəli. Şəhərdən də gözəl istillə bura tikilib yaranıbsa, Bəli. burada mal qoyun saxlamağın adı yoxdur. Elə buranın özünün təbiəti. Cəbrayılın ən gözəl kəndlərindən biridir bu kənd. Bəli. Dağlıq kənddir, qəşəng. Buyurun, baxın, görün yaraşığına, gözəl tikilişlərinə. Hər şey öz qaydasında. Allah hər birinə can sağlığı versin ki, belə bir şərait yaradıblar bizlər üçün. Nazım bəy, burada bəziləri dedi ki, tikinti üçün, yəni toyuq saxlamaq, quş saxlamaq üçün tikintiyə icazə veriblər. 9 metr yarım, 4 metr yarıma belə bir tikintiyə icazə verilib. Eyni zamanda heyvandarlıq saxlamaq üçün xüsusi yer ayrılıb Xəlifə Dərəsi deyilən ərazilərdə. Siz bir kənd sakini olaraq yəni müraciət etmisinizmi ki, heyvandarlıqla məşğul olacaqsınız, yoxsa toyuqçuluqla məşğul olacaqsınız? Bəli, gözəl ideyalardır, gözəl fikirlərdir, bəli. Əlavə
köməkçi oradan əldamı tikilib, onun böyründən də icazə verilib heyvanın həm toyuqçuya saxlamaq üçün yer tikilməyinə, hətta həyətdə navesə də icazə verilib. İnşallah gələcəkdə müraciət eləmişəm, bəli, torpaqla əlaqədar müraciət eləmişəm. Özüm sahibkar kimi nə isə bir işlər görmək istəyirəm. Bəli, Xəlfət dərəsi bu dağın dalında, orada fermalar da var, hər şeylər də var. İnşallah gələcək planlarımızda var. Və bu iddia dolaşır ki, yəni iddia eləyirlər bəzi sosial şəbəkələrdə şəxslər var ki, həmin ərazilər satılır. Yəni burada tikintilərdə pul, rüşvət, belə söhbətlər var. Siz necə düşünürsünüz? Biraz haşiyədən kənarda olsa deyəcəm, ifadəmə görə də xalqımdan, millətimdən, dinləyicilərinizdən üzr istəyirəm. Deyib pişiyin ağzı ətə çatmayanda deyir bunlardır. Ona görə də o həmişə olub da belə kinara bulandıran heç birini eşitməmişəm. Görənlər də, eşidənlər də öz ağlını, öz boş fikrəsi iləndir. Mən özüm müraciət eləmişəm yerlə əlaqədar, indi inşallah bu yaxın günlərə ondan da təmin eləyəcəklər nə isə bir iş görmək üçün. Allahın izni ilə hər şey yaxşı olacaq. Yəni deyilənlər hamısı yalan. O şairlərdir. Yenə deyirəm, onu da yayanlar kimlərdir? Kiminsə fitvalarına uyub gedən boş-boş ağlına kəm adamlar. Və rəhbərliklərlə görüşünüz necə? Yəni asan başa gəlir, yəni yoxsa çətin başa gəlir? Görüşmək istəyirsinizsə, məsələn deyək ki, rəhbər şəxslərlə mümkündür tez görüşmək. Mən özüm hansı vaxtda, hansı rəhbərə zəng eləmişəmsə, 10 dəqiqənin içində, ya yarım gün içində ola bilər ki, burada yerlərində olmayıblar, gələn kimi də zəng vurublar, görüşmüşəm. Özüm də bir Vətən Fədaillər Hüquqları İctimai Birliyinin Cəbrayıl rayon filialının sədri kimi həmişə də mənə gözəl rəqabətləri olub. Bir mənə yox, mən gedəndə görürəm elə kimlər varsa orada, hər biri ilə mənlə necə rəftar eləyirlərsə, onlarla da eyni xoş rəftarlar olunur. Nə gözəl. Burada başqa bir şey görməmişik. Mən təşəkkür edirəm Nazım müəllimə. Təşəkkür edirəm ki, bu müsbət fikirləriniz üçün minnətdarım. Sağ olun. Başqa əlavə deyəcəkləriniz, fikirləriniz, yəni bu təbii ki, bu kənd o qədər gözəl inşa olunub ki, salınıb ki, yəni biz burada baxırıq, hər kəs həyətdə əkinlə, toyuqçuluqla elə məşğuldular ki, adam baxır, həvəslənir. O yenə deyirəm, kimisə əlindən bir iş gəlməyən adamlardır. Ortalıqda sadəcə ortalığı bulandamaqdan ötəri. Bir onu deyirəm ki, Allah rəhbərliyin də canı sağ eləsin. Allah millətimizə, dövlətimizə can sağlığı versin. Allah bayrağımızı, ordumuzu, dövlətimizi qorusun. Amin. Təşəkkür edirəm. Var olun. Sağ ol. Xoş gördük qardaş. Olar sizlə söhbət eləmək. Yorulmayasınız. Xoş gördük. Necəsiniz? Sağ olun, necəsiniz? Var olun. Biz qısa sizdən söhbət eləmək istəyirik. İcazə olar mı? Burada kölgə yerdə zəhmət olmasa hansı bir? Burada, hə? Zəhmət olmasa buyurun. Sizdən kənd barəsində qısa fikirlər öyrənmək istəyirik. Zəhmət olmasa operator qardaşımız gəlin bura. Zəhmət olmasa özünüzü təqdim edərdiniz. Mən Əlizadə Bizə dəqiqə zəhmət ol. Kameramız quraşdırılsa. Buyurun. Təqdim edin özünüzü, zəhmət olun. Əlizadə Rahib, Cəbrayıl rayon Horovlu kəndində qalırıq. Burada məskunlaşmışıq. 30 ildən sonra prezidentimiz bizi onun siyasəti nəticəsində biz bura köçdük. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Rahib bəy, belə baxıram gəncsiniz. Bəli. Yaşınızı bilmək olar mı? Yaşım 27. 27 yaş, maşallah. Elə gənc demək olar. Sizin, yəni bugün baxıram ki, ilkin təəssüratlardan kəndə meyillisiniz. Bəli, bəli. Özünüzü də xoşbəxt hiss edirsiniz ki, yəni bugün cənab prezidentin siyasəti nəticəsində şəhidlərimizin qanı bahasına, qazilərimizin qanı bahasına bugün torpaqlarımız alınıb, bəli. Çox şükürlər olsun. Siz də bunu qeyd edirsiniz. Burada necə hiss edirsiniz özünüzü? Nə işlə məşğul olursunuz? Zəhmət olmasa bu haqda. Biz burada özümüzü çox yaxşı hiss edirik. 30 ildən sonra köçmüşük bura. Dədə-baba torpaqlarımızdır. Kənd təsərrüfatına məşğuluq, toyuqçuya saxlayırıq. Həyət yəni. Bəli, bəli. Bir dənə zəhmət olmasa operator qardaşımız o həyəti çəkərdiniz. Yaxın gətirin, yaxın gətirin. Yaxın müqtə həyəti götürün, toyuqları götürün. Oranı tikmisiniz artıq. İcazə veriblər. Həyətdə tikinti aparmaq üçün. Şeylədilər bizə. Ondan sonra özümüz tikdik. Hamısını. Hə, icazə veriblər ki, əlavə tikinti aparmaq. Nə qədər
belə deyək ki, Layihədə 9 metrin 5 metrə enidir, amma biz az tikmişik hələ ki. vəsaitə Bəli, görə bəli. siz az deyirsiniz. Hə. Baxıram ki, toyuqçuluq da Toyuqdur, hündürkadır, hə. az da amma hələ ki Yox, az. içəridədir, hamısı çox. Eləmi? Çoxdur. Bəli, bəli. Heyvandarlıq necə? Heyvandarlıq. Heyvandarlıqda bizə icazə verilib kənd cəmaatına. Burada Xəlfə dərəsi var. Orada kim istəsə heyvan gətirib orada kənd cəmaatı özü saxlayıb, özü orada istifadə edə bilər. Yəni həm Ərazidə bayaq- bəli. Digər kənd sakinləri də qeyd etdi ki, Xəlfə dərəsi bəli. deyilən ərazidə. Orada siz necə düşünürsünüz? İddia eləyirlər ki, torpaqları pulla satırlar. Siz necə düşünürsünüz? Yox, o barədə heç bir şey eşitməmişik. Bizə yəni elə bir məlumat verilməyib. Bizə deyirlər ki, yəni əlinizdə maraz heyvanınız varsa gəlin orada saxlayın. İcazə verirlər. Yəni yanlış məlumatdır da o Bəli, pul. bəli, yanlış məlumat. Rəhbər şəxslərdən necə razılıq edirsiniz, narazısınız? Bizim rəhbər şəxslər yaxşıdır. WhatsApp qrupu var. Bir şey olan kimi yazırlar ora nəsə məşğulluq gəldiyi zaman gəlin işlə bağlı məlumatlar əldə eləyin. Belə şeylər yox, yaxşıdırlar hamısı. Yəni görüşləriniz Bəli, bəli. asan başa gəlir də ki, Bəli, bəli. Gedirik girik qəbullarına, özləri qəbul edir. Hər şey yaxşıdır. ailənizlə burada qalırsınız. Bəli, bəli, ailəmlə qalıram. Baxdım bayaqları çıxanda ki, balaca uşaqlar. Balaca O sizin uşaqlarınızdır. övladlarımdır, bəli. Necə oxuyurlar onlar? Məktəb onlarla İnşallah söhbət bu aparmaq illəri- olar? Onlar niyə olmur? Buyurun. Bir zəhmət uşaqlardan bizsə balacalarla bir söhbət aparaq görək. Onlar necə hiss edir özlərini? Balacalar, xoş gördük sizi. Gəlin görək, zəhmət olmasa gəlin görək. Sənin adın nədir balaca? Xəccə, Xədicə. Adınla böyüyəsən. Bəs sənin adın nədir? Əsmər, Əsmər bala, Gül bala, Allah saxlasın. Sənin adın nədir balaca? Əntoş, Aytuş. Aytuş. Ən Əntuş. Allah saxlasın. Şeir bilirsiniz? Zəhmət olmasa de görün. mənim 6 yaşım var, dəftər qardaşım var, oxuyacam, yazacam, dərslərdən 5 alacam, mən əylaçı olacam, məktəbə gedəcəyəm. Ay maşallah, ay maşallah. Allah saxlasın səni. Sən neçə yaşın oldu? 7, 7 yaşın oldu ha? Sən bu kəndi sevirsən hə? hə, Bu kəndin adı nədir? Horovlu kənd, Nə gözəl də qeyd eləyir. Horovlunu sən sevirsən, eləmi? Allah səni saxlasın. Allah hamınızı saxlasın. Allah xoşbəxt eləsin qardaş. Eviniz abad olsun. Baxıram burada əkinlər də, biçinlər də var. Zəhmətkeş insansınız. Allah sizi qorusun. Mən təşəkkür edirəm. Qürur duyuram sizin kimi gənclərlə. Sağ olun.